Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırlı eylesin. İşlerinizi avand eylesin. İleride size demiştim ki gelen söhbette yani bugünkü söhbette Allah'ın izniyle inşallah namazdan sonra deyilen təqibatları, yani təqibatlar çoxdur, ne kadar desin, Kur'an-ı Kerim'in bütün ayelerin ve diğer duaları hamısını okuyabilirsiniz. Ama esasen bize sifariş olunan duaları yani size demek isterim. Şəxsən ben özüm hansı təqibatları əmələ gətirirəm, onları burada yani bu dəftərdə qeyd eləmişəm. Onları bugün sizə istəyirəm deyəm. Namazdan sonra deyilən təqibatlar. Birinci dəfə mən Fatimə-i Zəhra salamullah aleyhanın zikrini deyirəm. Fatimə-i Zəhra salamullah aleyhanın zikri yani 100 dəfə deyilir. Axırda da bir dənə la ilahe illallah desiniz, daha yaxşı olar. Onun 34 dəfəsi Allahu Ekber, 33 dəfəsi Elhamdülillah, 33 dəfə isə Subhanallah deyilir. Allahu Ekber deyəndə, yəni mənası belədir ki, Allah Teala hər şeydən yüksəkdir və onun kimisi yoxdur. Yani Allah Teala böyükdür ve ucadır. İkinci, elhamdülillah deyilir. Bütün tarif, şükür yalnız ona məxsusdur. Sonra Subhanallah, yani onun da mənası Allah Teala nöqsansızdır, kamildir, her bir kusuru, hiçbir kusuru bağışlıyor, hiçbir kusuru yoktur. Sonra da bir dənə la ilahe illallah deyilir. Yani Allah'tan başka uca mərtəbəli, əzəmətli olan və ibadətə layık olan bir məbud yoxdur. Sonra fərəc duası mən deyirəm. İnşallah bunları əyani surətdə mən namazda qılacağım. Bunları da sizə oxuyacağım. Amma burada tərcüməsində yazmışam deyə burada vərəqləri onları yazmışam. Allahümme kulli veliyyekal hüccət ibnil Hasan salavatüke aleyhi ve ala abaih fi hazihi saati ve fi kulli saah veliyyen ve hafizen ve qaiden ve nasira ve delilen ve gaynu hatta tuskinahu erzaka tevga ve tümetti'ehu fiha tevila birahmetike ya erhamer rahimin. Tercümesi belədir. Allah'ım İmam sahibimiz Muhammed İbni Hasan el-Mehdi'nin zuhurunu Eccelallahu Fereci Şerif Aleyhisselam'ın zuhurunu tezleştir. Onu koru, ona yardım et. Onu hidayet bayrağı et. O çıxana kadar bize güzel sonluk, geniş ruzi, sağlamlık ve rahmet nasip et. Ey Allah'ımız! Bizim çətinliklərimizi aradan kaldır. Bizim kalbimizi sevince çevir. Bize fərəc, yani kurtuluş gönder. Her şeye kadir olan yalnız sensen. İnnallâhe ve melâiketahu yusallûne alen nebi. Ya eyyuhellezine amenu sallu aleyhi
ve sellimu teslima. Bu Kur'an'ın Ahzab suresinin 56. ayesidir. Tərcüməsi belədir. Həqiqətən Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat və böyük ehtiramla salam göndərin. Onu da deyək ki, bu dua Allah Teala'dan İmam Mehdi Əcəlallahu Fərəci Şərif ağamızın qorunmasını, ona yardım etməsini, yer üzündə ədalətlə hakim olmasının və zuhurunun tezləşməsini istəyən duadır. Axırda isə Quran-ı Kərimin Əhzab surəsinin 56. ayəsidir. Bu ayə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bizim salavat göndərməyimizi əmr edir. Salavatın mənası belədir də, Allahım Muhammedə və Muhammedin ailəsinə, yəni əhl-i beytinə xeyir, bərəkət göndər, rəhmət və salamını yetir. İndi isə Ayətül Kürsi. Allahu la ilahe illa huvel hayyul qayyum. La te'ahuzuhu sinetun ve la nevmun lehu ma fis semavati ve ma fil arz. Ma zellezi yeşve'u indehu illa bi'iznihi ye'lemu ma beyne eydihim ve ma halfehum ve la yuhitune bi şey'in min ilmih illa bima şa'a vesi'a kursiyyuhus semavati vel arze ve la yauduhu hifzuhuma ve huvel aliyyul azim. Deməli, bu ayə Bəqərə surəsinin 255. ayəsidir. Ayənin tərcüməsi belədir. İlahi, ondan başqa heç bir tanrı yoxdur. Yəni Allah, ondan başqa heç bir tanrı yoxdur. Yəni belə də demək olar da, həy öz zatı ilə var olandır və qəyyumdur. Digər varlıqlar da onun zatı ilə ayaqdadırlar. Onu nə mürğü, nə də yuxu tutar. Bir anda dünyanı idarə etməkdən qafil olmaz. Göylərdə və yerdə nə varsa hamısı ona məxsusdur. Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər? Onların, yəni bəndələrin keçmişini və gələcəyini bilir. Onlar onun elmindən, onun istədiyindən başqa heç nəyi əhatə edə bilməzlər. Onun taxtı, səltənəti göyləri və yeri əhatə etmişdir. Onları göyə, yerə, göylə, yəni yeri qoruyub saxlamaq onu yormur. Uca və əzəmətli odur. La ikrahe fid-dini qad tebayyana rüşdü minel gayyi femen yakfur bit-tağuti ve yu'min billahi faqad istemsaka bil urvetil vuska la enfisame laha vallahu semi'un alim. Dinin qəbul olunmasında məcburiyyət yoxdur. Çünki artıq doğru yol azğınlıqdan ayırt edilmişdir. Kim tağutu, yəni şeytanı, bütləri və eləcə də digər azğın varlıqları inkar edib Allaha iman gətirsə, o əsla qırılmayan ən möhkəm bir tutacaqdan yapışmışdır. Allah Teala eşidən və biləndir. Bəqərə surəsinin 256. ayəsi. Allahu veliyyullezine amenu yukhricuhum minez-zulumati ilen-nur vellezine keferu evliyahumut-tağutu yukhrijunahum minen-nuri ile-zulumat ulaike ashabun narihum fiha halidun. Allah Teala'ya iman gətirənlərin vəli və rəhbəridir. Onları zülmətdən nura çıxarır. Kafirlərin vəliləri isə tağutlardır. Onları nurdan zülmətlərə sövq edirlər. Onlar od əhlidirlər və daim orada olacaqlar. Bəqərə surəsinin 257. ayəsi. Sonra Şəhidəllahu ayəsi bu Ali İmran surəsinin 18 və 19. ayəsidir.
Şahidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi kaimen bil kısti la ilahe illa huvel azizül hakim. Ali İmran suresinin 18. ayesi. Allah adaletli işleri berqarar ederek yaranmış aleminde vahid nizam yaratmakla özünden başka hiçbir məbudun olmadığına şahidlik edir. Melekler ve ilim sahipleri de buna ayrı şekillerde şahitlik edirler. Ondan başka ibadete layık hiçbir varlık yoktur. Hem kudret ve hem de hikmet sahibidir. İnned dine indellahil İslamı ve mehtelefellezine ütul kitabe illa min begadi ma ca'ahumul ilmu bagyen beynehum ve men yakfur bi ayatillahi fe indellahi seri'ul hisab. Ali İmran suresinin 19. ayesi. Allah dergahında din, İslam, hak karşısında teslim olmaktır. Semavi kitap verilenler yalnız bildikten ve haberdar olduktan sonra aralarındaki zulüm ve haset yüzünden ihtilafa düştüler. Kim Allah'ın ayelerini inkar ederse bilsin ki Allah onu sorguya çekecektir. Allah derhal hak hesap çekendir. Ali İmran suresi 19. ayet. Sonra yine de Ali İmran suresinin 26 ve 27. ayeleri. Kulillahümme ayesi. Kulillahümme malikel mülkü tu'til mülke men teşâ'u ve tenzigul mülke mimmen teşâ'u ve tu'izzu men teşâ'u ve tuzillu men teşâ'u biyedikel hayru inneke ala kulli şeyin kadir. De ey mülklerin maliki olan Allah, sen istediğin şəxsə hakimiyyət verir, istediğinden de geri alırsan, istediğini ucaldır, istediğini de xar edirsən. Bütün xeyirlər sənin əlindədir. Sen her şeye qadirsən. 26. ayet. Tu'ulucul leyle fin nari ve tu'ulucul nahare fil leyli ve tukhrucul hayya minel meyyiti ve tukhrucul meyyite minel hayyi ve terzuqu men teşâ bi gayri hisabin. Sen geceni gündüze, gündüzü ise geceye dahil edirsən. Ölüden diri, diriden ise ölü çıkarırsan. Sen istediğin kəsə hesapsız ruzi verirsən. Bunların haqqında, yani bunları mən niyə oxuyuram? Bunların xeyri nədir? Onların da haqqında gələn söhbətlərimdə edəcəm. Yani bunlar hamısı dəyərli ayələrdir, dəyərli surələrdir. Əslində Quran ayələr hamısı dəyərlidir, amma hər halda hər bir şeyin ən dəyərlisi və ən sonuncusu olduğu kimi Quranda da dəyərli ayələr, dəyərli surələr var. Qədir surəsi. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qədir. Biz onu, yani Kur'an'ı Qədir gecesinde nazil ettik. Ve ma edrake ma leyletul qədir. Sen haradan biləsən Qədir gecesi nedir? Leyletul qədri hayrun min elfi şəhr. Qədir gecesi 1000 aydan xeyirlidir. 1000 ayda 83 il elir. Elə bir ki 83 il ibadət eləyibsən. Əgər o bir gecəni əxz eləyə bilsin, dəqiq bilsin, o gecəni, yəni ibadət eləyə bilsin, gündüzün oruç tuta bilsin, elə bir ki 83 il dayanmadan gecə-gündüz ibadət eləyibsən. Dediyim kimi də inşallah bunların fəzilətləri haqqında danışacağım. Tənəzzəlül mələikətü və ruhu fiha bi'izni Rabbihim min kulli əmr. O gecə Rəbbinin izni ilə mələklər və ruh hər bir işə görə, hər bir işi öncədən təyin etmək üçün yerə enirlər. Salamun ya hatta mətlə'il fəcr. Sübh açılana dək əmin, amanlıq, yəni bərəkət və rəhmət dolu olan bir gecədir. Sonra Kövsər surəsi mən oxuyuram. Bismillahirrahmanirrahim. İnna a'taynakal Kevser. Biz sənə Kövsər, bol, xeyir, bərəkət bağışladıq.
Fəsəllil Rəbbikə vənhər. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs. İnnə şaniəkə hüvəl əbtər. Sənin düşmənin özü sonsuzdur. Bunların hamısının yəni təfsirləri var, geniş surətdir. İnşallah imkan daxilində onları sizə hamısını izah eləyəcəm gələn günlərdə. Allah hamımıza ömür versin inşallah. Bunlardan sonra dua edilir və sonda İmam-ı Zaman ağamızın ziyarətnaməsi oxunur. İmam-ı Zaman ağa Əccəlallahu Fərəci Şərifənin ziyarətnaməsi belədir. Əvvəl deməli üzü qiblə səmtinə tutub belə deyirsən. Əssalamu aleykə ya Əba Əbdillah. Bunlar hamısının əyani surətdə sizə inşallah göstərəcəm. Yəni mənası belədir. Sənə salam və sülh və əmin amanlıq olsun. Ey Əbdullahın oğlu. Bu kəlmə İmam Hüseyin əleyhissalama işarədir. Yəni ey Əbdullahın atası. Əli Əskərin bir adı da Allah lənət eləsin Hərmələ İbn Cahilin oxu ilə oxlanan Əli Əskərin bir adı da Əbdullah olub. Onun da atası İmam Hüseyin əleyhissalam olub. Ona həmən yəni hadisiyə işarədir. Əssalamu aleykə yəbnə Rasulullah. Ey Allahın Rəsulunun, yəni Peyğəmbərin oğlu, sənə salam olsun. Əssalamu aleykə yəbnə əmirəl müminin. Salam olsun sənə ey möminlərin əmirinin oğlu. Əssalamu aleykə yəbnə Fatimədə Zəhrai Səyyidətin Nisa'il aləmin. Salam olsun sənə ey aləmlərin qadınlarının xanımı olan Fatimi Zəhranın oğlu. Əssalamu aleykə və əla cəddikə və əbikə və ümmikə və əxikə və qəla sağiril müstəşhədinə bəynə yədək cəmiqən və rəhmətullahi və bərəkatuhu. Sənə salam olsun babana, atana, anana və qardaşına və həmçinin sənin huzurunda, yanında şəhid olanların hamısına Allahın salamı olsun. Allahın rəhməti və bərəkəti də onların cümləsinin üzərlərinə olsun. Sonra dönürük gün çıxan tərəfə, yenə də əvvəlki qaydada dayanıb deyirik. Əssalamu aleykə ya qəribəl qürəba. Salam olsun sənə ey qəriblərin qəribi. Əssalamu aleykə ya muğinə zəfa. Salam olsun sənə ey zəiflərin köməkçisi. Əssalamu aleykə ya əsirəl əada. Salam olsun sənə ey düşmənlərin əsiri. Əssalamu aleykə ya şəmsə şümus. Salam olsun sənə ey günəşlərin günəşi. Əssalamu aleykə əyyuhəl mədfuni bi ərzi tuz. Salam olsun sənə ey tuz toprağının altına qoyulmuş şəxs. Ruhuna fidaq cəmiən və rəhmətullahi və bərəkatuhu. Ruhumuz onun üçün fəda olsun. Allahın rəhməti və bərəkəti də onun üzərinə olsun. Sonra dönürük gün batan tərəfə, əvvəl kimi dayanaraq belə deyir. Əslində belə dayanılır, əl sol əl sinədə, belə əli də belə eləyirsən, dayanırsan, sözləri deyirsən. Əssalamu aleykə ya əmini Allah. Salam olsun sənə ey Allahın etibarlı vədçi kimsəsi və ya etibarlı şəxsi. Əssalamu aleykə ya hüccəti Allah. Salam olsun sənə ey Allahın hüccəti, yəni dəlili və ya sübutu. Əssalamu aleykə ya şərikəl Qur'an. Salam olsun sənə ey Qur'anla birlikdə olan Qur'anın nuru və rəhbərliyi ilə vəhdət, birlik təşkil edən. Əssalamu aleykə ya xəlifətər rəhman. Salam olsun sənə ey Allahın yer üzündə nümayəndəsi. Əssalamu aleykə ya müzhirəl iman. Salam olsun sənə ey imanın açıq göstərən şəxsiyyəti və müqəddəs şəxs. Əssalamu aleykə ya imamul insi vəl can. Salam olsun sənə ey insanların və cinlərin rəhbəri. Əssalamu aleykə ya sahibəl əsri və zaman. Əl-əman, əl-əman, əl-əman. Salam olsun sənə ey əsrin və zamanın sahibi. Bizim sığınacağımız sənsən. Bu söz 3 dəfə təkrar olunur. Əl-əman sözünün təkrar edilməsi ona olan böyük ehtiram, dərindən gələn yalvarış və köməyə sığınmaq istəyi deməkdir. Elə bil belə deyilir, sənə sığınırıq, sənə sığınırıq, sənə sığınırıq.
Sonra yenə də dönürük üzü qiblə səmtinə, belə deyirik. Qəbul ziyarət, bərəmədən hacət, dəfi kulli bəlliyat bi haqqı Muhammedin və alihi təyyibinə tahirinəl məsumin və bi haqqı əmirəl mömin əleyhissalam və bi haqqı Fatimədə Zəhrai səyyidətin nisal aləmin və bi haqqı vəl Həsəni vəl Hüseyni səyyidətin şəbab əhli cənnə və bi hürməti surətil mübarəkətil Fatihəti məqəs salavat. Tərcüməsi belədir. Rəbbimiz bizim bu ziyarətimizi qəbul et. Bütün ehtiyaclarımızı qarşıla. Muhammed və onun pak və müqəddəs əhli beytin haqqına görə və Əli Əmirəl-Müminin əleyhissalamın haqqına görə və Fatimə-i Zəhra salamullah əleyhanın aləmlərin xanımı olan haqqına görə və Həsən və İmam Hüseyin əleyhissalamların cənnət gənclərinin şahzadələri, ağaları olan haqlarına görə və Fatihə surəsinin müqəddəs hörməti və salavatın haqqına görə sonra salavat deyilir və Fatihə surəsi və sonra Tohid surəsi oxunur. Salavat bilirsiniz. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Fatihə surəsi oxunur. Sonra Tohid, yəni Qul huvallahu əhədəllahu səməd. Yenə də bir salavat sonda deyirsən, Peyğəmbər və ali Peyğəmbərə deyilir və axırda belə deyilir. Allah ibadət və ziyarətlərimizi qəbul eləsin və salam. Bununla da təqübatlar bitir. Bununla da ziyarətnamə də sona yetdi. Bugünkü söhbətimiz bununla qurtardı. Onu da deyim ki, inşallah bugün axşam, yəni mənim öz təqvimim yoxdur. Yəni alimlərimizin Allah hamısını canı salamat eləsin. Dediklərinə görə Rəcəb ayının biri axşam daxil olacaq. Mən irədə də demişəm, alimlər də bəlkə də deyirlər. Yəni gün həmişə, indi bugünkü gün batdı, elə bir keçir Rəcəb ayının birinə. Yəni gecə vaxtından başlanır. Günün əvvəli gün batandan sonra başlanır. Sabah gün batana qədər elə bir ki, Rəcəb ayının biri olacaq. Rəcəb ayının da haqqında, fəzilətləri, ibadələri haqqında Allah hamısının, bu alimlərimizin canlarını salamat eləsin. Bir dənə hamısını deyirlər. Mən keçən il danışdım Rəcəb ayının fəzilətləri haqqında, amma bu il fikrimdə var ki, danışmayayım. Çünki Allah'a şükür alimlərimizin sayı gecikdə biraz da çoxalır. Deyənlər daha çoxdur. Yəni hamınız da izləyirsiniz. İnşallah onlardan bu duaları, hansı dua fəzilətlidir, necə bu ayı keçirmək lazımdır, hamısını Allahın köməyi ilə hər halda öyrənərsiniz. Ona görə daim mən də onların sözünü elə bir ki, onların sözünü təkrar eləmiş olacağım. Ona görə mən danışmayacağım. Mən elə inşallah belə söhbətlərdən, sonra İmam Hüseyin əleyhissalamın söhbəti yarıda qalıb onlardan. Yəni, keçən il danışmışam. Arada deyəcəm, mənim hansı nömrəli söhbətlərimdə var. Onları da istəsiniz, sizə deyərəm. Gələn söhbətlərimdə onlara baxıb Rəcəb ayının, yəni duaları haqqında məlumatlana bilərsiniz. İndi isə Allah amanında qalın. Allah hamımızdan razı olsun. Allah işlərinizə avand versin. İşlərinizi irəli aparsın. Allah Teala işlərinizə bərəkət, xeyir versin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.